Dostlarımızla samlar. Ben Gavişler birlikte yeni bir video ile karşınızdayım. Dostlar 9.9 sürümüdür. Posta indi bilmirəm də bu odur. Yəni Şampiyonlar Liqində yəni görünmür kim kimi seçib. İndi baxacam test ilərinə. Deyəm indi bu videonu atım kanala qalsın. O kanalın aktifliyi ölməsin. Bugün videomuzun odur konusu. 2 sezon Galatasaray'ın başına keçəcək. Görək nə qazandıra bilirik Galatasaray'a. Bak burada keçdik. Ve başlayaq. Birinci sezonumuzdur bu bizim. Oyuncumuzu sillərlə böyütmüşdük. Bunları niye ilk 11'e koymuyorsunuz? Bunu da koyaq. Dostlar büyük ihtimal bu videodan sonra bu sürümü sileceğim çünkü Morata zad yoktu. Bu sürüm o sürümde orada yəqin. Yok dostlar bu oyuncunu satmayacağım. Çünkü ilk 11'imizdədir. Və başlayaq dostlar. Transfer hələ ki eləməyəcəyik dostlar. Videonun krallarını sizə açıqlayıram. Erməni olsa alıb satacaq. Amerika heç, yani bir də olsa dostlar. Bu olsa alıp satacaq. Yəni o baştan kuraldı o deyirəm. Sonra demin ki geciliyi pozdu. İstəyirsiniz başlayaq. Və başladıq ilk sezonumuzda. İlk oyunu. 8-0 köşe buradan takımı. Türk takımı da. Yok oyuncumuz oynuyor ilk 11'de. Rübeyimiz yok da bizim. Bir dakika dostlar. İşte dostlar ilk 11 belə oldu. İstəyirsiniz başlayaq. Transfer eləyəcək dostlar. Rübeyə 74'sü. Buradan görə kimi götürə biləcək. Bura gələk. 6 milyon oyuncu. Və bunu götürə bilərik ha. Qoca olsa da amma qəşəngdir. 79'luqdur. Gəlmədi heyf. Bunun neçə 37 yaş çoxdur. 30 yaş. Bu normaldır bu dostlar. Bunu götürək. 1 milyona niyə yoxdur siz? Biz nə alırdıq? Rübeyi də bizim neçəlikdir ki? Yok bize Rübey lazımdır. 73'sü. Ben de deyirəm biz bura transfer eləmirdik axı. Buradan 6 milyona 28 yaşı var. Qəşəng. Bunu satmaz. Bunu götürək, uygundur. Heç olmasa 5 gən gəlişdik. Çünki transfer edəmirik dostlar hələ ki. Bunu da ilk 11'e koyaq və başlayaq. Türkiye Kubokunda Beşiktaş'a karşı. Beşiktaş dostlar kariyeri de getdi də. Mavi ekran verdilər. İndi araşdırıram sürümü. Çox uzun bir vaxt olmuşdu kanala video atmayalı. O görə bu videonu çəkirəm ki, o kanalda video olsun. Gözəyə görə lənət videolar atacaqlar. 5-0 köşe. Ve 4-2 köşe. Beşiktaş'a karşı yine. Oo çok oldu Beşiktaş. Fenerbahçe 12 xal olub. Ve Kayseri'ye karşı. Kırmızı kart bak görme. Kırmızı kart görme. Gol olsun. Kırmızı kart görme. Kırmızı kart görme. Her neyse. Şampiyonlar Ligi'ne Young Boys'a karşı. Ve dostlar burada Şampiyonlar Ligi'nde görme yoktu kim evvelden de. 4-0. 4-0 geçecek. Bak onu kırmızı gördü. Şimdi 6 gen biz lap darda kalacaq. Göztepe.
4-0. Ne oldu, bitti kırmızı kart. Uşaqlar, hadi bunu keçirəsə 4-0'dır. Keçmiş demək ki 8-0 darmadağım elədi Yankoviçi və rəqiblər City, Juventus, Inter, güclü rəqiblər deyəm dostlar, Arsenal və vəsə. Bunlar da demək olar güclü. Samsun'a qarşı. Dostlar, siz Şampiyonlar Ligi maçı gəlsin, açıram ekran kaydını, çünki belə çox uzanacaq, həm siz də sıxılmayın. Bəli dostlar, Şampiyonlar Ligi ilk oyunumuz ev oyunu. Dörd bir qəşəng. Osimhen qəşəng oynayır hələ. Və bu kırmızı kart görənlərə mən nə deyim? Alabalar da uduzmayaq. İlk oyun bərabərə bitdi, heç olmasa. Və başlayaq. Mən burada 79 oyuncusunu satacağım. Çox qocadır. Mertens'dir deyəsən. Bu Mertens, nə oxuyamadım adını, satdıq deyiz. Və transfer eləmək olar, 7 milyonumuz var. Rıbeyi koyduk bura. Və bəli dostlar, nə transfer eləyə, hansı mövqeyə? Bizə yenə demək olar ki, dostlar baxım gəlirəm. Rıbeyi götürməliyik dostlar, 74'sü. Rıbeyi 7 milyona nələr var? Yenə gəldik, bunu bizə sat da yaxşı, 7 milyon veririk. Sonunda Bilbao sattı. Oyuna ilk 11'də. Gol qalsın ilk 11'də. Və belə dostlar. Başlayaq. Kaptanlığı zadı verim dostlar. Hamısını Osimhen'ə verdim. Getdik dostlar. Bodrum'a qarşı. 3-1. Bu maçları keçim dostlar. Dostlar, bir hissəsində 9.9 sürümü çıxıb. Amma düzgün video paylaşmırlar, düzgün linki vermirlər. Yəni linkə girirsən, yəni çıxıb 9 nokta sürümü bəlkə də, amma bir iki dənə şey var dostlar. Mavi ekran zadı verməyi, bug'ı var. Yəni çıxıb, amma düzəldib onu vermirlər videoların linklərinə. Mən girib diskdən də araşdırdım dostlar. Amma yoxdur, link yoxdur, link yoxdur. Verirlər ancaq belə linkləri. Mən də dedim, birini atım kanala, kanal boş qalmasın. Bir ay olacaq axırıncı video. Dörd bir Fenerbahçe qəşəng. Juventus. Və oğlum hadi ya, çıxdıq ilk 21'ə. Düşürüz ilk 25'ə. Alanya'ya qarşı 2-0. Lille günah istəyir, amma satmayacağım. Çünki yedək qapçımız o. Mustera 100% futbolu bırakacaq sezon sonu. Samsun'a da beraber qaldıq. Feyenoord'a qarşı 3-2 qəşəng. Konya Spor'a qarşı 5-2. Lig demək olar ki bizimdir. Və dostlar, Inter'e qarşı
Bax üzü olmadı bu Inter. 83'lüyü alım oradan. Adını da çəkmək istəmirəm. Adını da çəkmək istəmirəm. Ver onu mənə Inter neçə? 21 milyon üzü götürməliyəm Interə. Məcbur 10 milyon verir şeyliyə. Şu. Bunu indi sat geçsin bu. Pey sənin. Sözdə söyləmək istəmirəm. Bəli dostlar, indi transfer eləməliyik tez. Tez. LB yenə 75-lü. Az overlardan gedirəm ki dostlar. Qoralıq yüksəlsin. 81'lik. Fernot'da oynayır ha. Fernot. Və bəli. Almanyalı oyuncusunu da heyətimizə qatdıq. Bunu qoyduq bura. Всё. Başlayaq. Onu görün bunun neçə yaşı var. Ha bunu sata bilərik Polunu 73'lü. Bunu istəyirlər sezon sonu kaş satardıq. Fener'e getdi. Inter 2-0 qəşəng. Hakan gol attı bizə. 2-1 tutduq Inter'i. Hər nəsə Fenerbahçe istəyir getməyəcəm. Rize'ye qarşı video neçə dəqiqədə? 11 dəqiqədirsə çatdırmaq olar onu. Başakşehir. (5-0) Ala sənin qırmızı Osimhen buydu. Icardi'ye güvənəcək ilk 11'də. Hadi Icardi. Mauro Icardi. Qəşəng. Icardi'de qolları vuran yəqin ki oydu. Osimhen qol fasilə alsın bir oyun. Hatta belə çıxardıq. Bir oyun qol fasilə alsın. Heç gəlməsin oyuna. Icardi şeyləyər yerin. Amma indi gəlməlisən Osimhen. Məcbursu. Və bəli Arsenal. Çətin rəqibdir. Yəni bunu hamı bilir. 3-0. 4-0 oldu. Osimhen'ə heç keçidi verməyib savunmaçılar. Son oyunumuz ilk 8'ə düşə bildik, düşdük. Və bəli dostlar, lig maçlarını keçdim. Hadi Osimhen də fasilə aldı nə qədər. Osimhen. Bizdə kim qırmızı kart gördü? Heyf oldu. Beşiktaş maçı. Osimhen qəşəng. 5-0 tutduq. Kayseri'ye qarşı. Kayseri 3-1. Osimhen dostlar ilk 11'dən çıxartdım fasilə alsın. Dostlar gələn rəqibə baxın. Paris. O görə dedim ki son 16 24'də qalmayaq. Ən çətin rəqib bizə düşüb. Osimhen nağarsın axı. Osimhen 65 ilə oynayıb. Osimhen'i bu maçlarda da oynatacağım ki açılışsın çıxan. Osimhen açılış biraz. Paris sizə maçda bizə lazımsan, çox lazımsan. 7-1. Ay qırmızı kart görəm. Hər nəsə 80 cıvvəyimiz gəlib. Hadi Osimhen. Hadi aslan. Hadi Osimhen. Keçərik. 80 cıvvəyində getdi. Osimhen 8-ci dəqiqədə. Olsun, Şampiyonlar Liqində ələndi dostlar. Opsi dostlar sezona keçim videonu açacağım. Kubok almağın dostlar xəbəri gəldi.
Konya'dan sonra deyəsən kubuk aldı. Osimhen'i salım ilk 11'e. Osimhen savunmaya da Acıbeyler nerede? Icardi de burada. Şu. Rize'den sonra deyəsən dostlar kubuku kaldırır. Ve 1-0. Ve bəli kubuk aldı. Osimhen oynasın bu maçlarda. Ve 6-0 Başakşehir'i tuttuk. Ve süper kubuk diyor. Ve 4-0. Ve kubuklar bizim oldu. Sezon bitti. İkinci sezona keçirik dostlar. Kesinlikle. Haaland almış dostlar kubuku. Harry Kane de Ballon d'Or almış. Ve transfer istəkləri var. Baxın dostlar gəlirəm. Dostlar heç kəsə satmadıq. Razılaşamadıq transfer xəbərində. 5-0. Yenişdə Manchester. Amma satamayacaq heyif. Transfer eləyə bilər indi. Bizə qapıcı lazımdır 76 üstü. Mustera da məncə sezon sonu futbolu bıraxacaq. Bunu satmırlar edək. Bir 79'u olsa yaxşıdır. Valencia satırsan bunu mənə. Satdı dostlar. Aldıq dostlar oyuncu. Məncə Günayı satmaq olar. Ya yox Mustera'nı satmaq olar. Mustera get. 76'lıq. Yollara ayrıldıq. Beşiktaş'a getdi. Mustera Beşiktaş'a getdi. Beşiktaş'ın qapısını qoruyacaq. Qəşəng oldu. Geçinəm orada biraz gəlişsin. Və başladı sezon dostlar. Bu maçlara keçək. Mustera Beşiktaş'ın qapısını qoruyacaq. Və ilk oyunu udublar 3-0. Mustera gol buraxmayıb. Antalyaspor'a qarşı. Və Beşiktaş 3-0. Yenə gol buraxmayıb Mustera. Qəşəng gedir hələ. Bu hem kariyerimi bitirirsem şeyde bitireceğim. Türkiye'de de. Yine gol bırakmıyorlar. Beşiktaş birincidir. Mustera Beşiktaş'ın deyəsən işine yaradı dostlar. 3-0 oldu. Yok gol bırakıblar bizi. Ama udublar oyunu. 4-0. Və bəli başladıq. Rəqibimizdən 4-cü təsdiqat mərhələsində 3-0 Yusuf yenə Şampionlar Ligindik. Və 4-1 Dostlar görəyin 2 sezon qarşılığında nə qazandıra biləcək Galatasaraya. 8-1 Rəqibləri baxaq. Belə güclü rəqib deyil. Inter bir dənə var. Benfica, Leverkusen, Atalanta bunlar da demək olar.
Dostlar Şampiyonlar Ligi maçı gəlsin açacağım ekran kaydı. Şampiyonlar Ligi maçı geldi dostlar. Aga niye uduzduruq 2-0? O boyutta kadromuz var. Bəli dostlar, Osimhen'i ilk 11'e koydum. Keçək. Kızıl udmaq olar bu komandan. Və 4-0 geçək. Və sıradakı Şampiyonlar Ligi o geçək. Altı 0 hiss eləmədik dostlar elə bir. Və sıradakı maç. $2-0. Geçək. Təkliflər var oyuncularımıza. 70'li oynadırıq. 21 ama gəlişəcəkdi o. Başlayaq. Osimhen geçək 3-0. Sıradakı maç Inter'e qarşı. Keçən səhər də rəqibimiz idi Şampiyonlar Ligində. Keçən səhər udmuşduq, indi udanmadıq. Və maç başladı dostlar. 3-1 qalibiyyət. Ay o qırmızı kart görənim mən özə Şampiyonlar Ligi deyə. Heç nə olmaz. Osimhen'imiz ilk 11'dədir. Osimhen hər şey eləyə bilər bir dəqiqə Benfica'ya. Osimhen yoxdur hələ. 50'də çıxıb oyunda. Trabzon'a gedimirik. Kayseri'ye qarşı Osimhen'i dostlar oynadıram indi. Sezon başında qoymuşdum fasilə alsın. İndi məncə vaxtıdır Osimhen'le oynamağı. Açılışsın Şampiyonlar Ligi maçına. Leverkusen. Kuzen. Çətin rəqibdir. Amma öz qapılarını qəşəng. Yemə qapı. Qəşəng. Kim idi o öz qapılarına? Qəşəng. 2 oyuna məncə ilk 8'e girə bilərik. Olan üzü Osimhen hələ oynasın. Qoyacam Osimhen'i qoyacam oyunsuzluğa. Fasilə alsın. Beşiktaş arxamızdan gəldi. Dostlar burada mən Beşiktaşlıyam. Hamı Galatasaray istəyirdi 2 sezon. O görə çəkirəm Galatasaray. Və Frankfurt. Hamıya tanışdı bu Alman ekibi. Sən Benfica'nı ud. Leverkusen'i ud. Gəl Benfica'yı uduz. Neydi bunların adı? Yadımdan çıxdı. 15 xal bizə bəsdir. 18 deyə. Çox çətin daha 8 deyə düşmək. Çətinin çətini. Hələ bu elə bilən maçlarda oyuncuları bir yandan yorur. Şampiyonlar Ligi maçı gəlsəydi bircə. $2-1 Atalanta. Böyük ihtimal düşənməyəcək dostlar. Amma bilmək olmaz. Leverkusen odanın takımı. Osimhen nələr eləmir. Bir də bu oyuncumuzun adı nə idi bilmədim. Düşənmədi. Yenə playoff oynayacaq. Rəqib Sporting. Sporting də güclüdür. Osimhen'i qoyaq fasiləyə dostlar. Bir oyun fasilə alsın. Icardi'yə gir bura. Yo Osimhen çıx. Sarı kartun da var imiş. Risklidir. Və
Ulan kırmızı kart görmeyin geri zekalılar. Kırmızı kart görmeyin. Kırmızı kart görmeyin. Ersen çıkırsa burada Barış Alper oynuyor. Osimhen fasilə alır 2 oyunda demək olar. Alsın fasilə. Və gəldi o maç. Osimhen'i qoyuruq ilk 11'ə. Kadromuz belədir. Və dostlar, bir də bunu demək yadımdan çıxıb. Dostlar, Japonla Güney Kore'də sayılmır. Yadımdan çıxıb, inanın ki dostlar. Bu oyunçunu alıb sataq. Onu başda demək yadımdan çıxıb. Neyse. 2 dənə 40 milyon götürməliyik dostlar. Sporting 26 milyona satar yəqin. Satdı. Satırıq. Biz də oynadanmırıq dostlar bu arada. Təzən qaydıma Sporting, ara getsən get. 30 milyonumuz var. Nə transfer eləyər. Və dostlar, bizim bu dəqiqə bizim burada oynayan 78 oyuncumuz var idi elə bir. Hamısı. Yox imiş dostlar. 75 üstü bizə amı lazımdır. Bir buradan götürə bilərik 30 milyon. Çox puldur məncə. Kevin De Bruyne. Satdı City göşür. İlk 11'də çox qəşəng işlər görəcək bu Kevin De Bruyne. Kadroya baxın dostlar bir dənə. Bunu sataq geçsin RB. Dostlar, kadronun halı belədir son olaraq. 74'lük bunu da satacağım. Çox Türk oyuncumuz var ilk 11'də də. Onlar da yaxşıdır bu yandan. Bax, söz ilk 11'imiz belədir. Sporting bizdən zəifdir düşünürəm. Və dostlar 1-1 2-1 3-3. Və dostlar, haydi. Bu maçları biraz tez keçsəydik. Bu maçlar adamı bezdirib. 3-0 Konya'ya qarşı. Beş bir. Sporting'i bir dənə keçək. Və dostlar, Sporting maçında keçək. Ələnərik də, yəni heç nə olmaz. Yox, keçdik. Biraz tələsəm dostlar, video çox uzanamasın. Son 16'ını keçdik, son 8'ə bir finala qaldıq. Bayern Münih. Çox belənəm. Güclü takımlardan biridir. Oynatsınlar Japon. Videonun başında demədiyim için şey olmasın. Öz qapımızı atırıq. Tabi biz deyirik, sonra Bayern bizi keçməz. Eyüp'e qarşı. Yetti 0 Bayern'e qarşı. 8-0 ələndik. Biz indi maraqlı dostlar kubok maçları. Çox lig maçı var dostlar. Baxın yəni lig maçlarına. Baxın, tanımır elə lig maçı. Adam bezir axı lig maçından. Yaxşı 2 sezon eləmişik. 3 sezon eləsəydik adamlar dəli olardı. Trabzon. Bir 0 Fener'e. Lig. Birinci tamamladık belki de. Video 30 dəqiqə oldu.
xəbər gəldi lig maçının. Və Gaziantep və ikinci lig şampiyonluğumuzdur. İki 0, 2-1. Bir 0 Başakşehir'e. Ve bəli dostlar, son oyunumuz Trabzon'a karşı. 2 sezon Galatasaray ancaq lig kupası 2 tane, bir tane de kubuk, bu kubuku kazandırmışıq 2 dəfə, Süper Lig kubuku. Belədir dostlar. Gələn videolarda görüşmək üzərə. Sağ olun, salamat qalın.